Bugün muğamlar və Milli Azərbaycan operası haqqında söhbət açacağıq. Muğam opera muğamla işlənmiş səhnə əsəridir. Bu janrın dünyada ilk yaradıcısı Üzeyir Hacıbəylidir. O Azərbaycan muğamlarından bəhrələnərək 6 muğam operası yazmışdı. Üzeyir Hacıbəylinin muğam operaları aşağıdakı sxemdə öz əksini tapmışdı. Leyli və Məcnun, Şeyx Sənan, Rüstəm və Zöhrab, Şah Abbas və Xurşid Banu, Əsli və Kərəm, Harun və Leyla. 1908-ci ilin 25 yanvar günü Azərbaycan professional musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmışdı. Məhz bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı Leyli və Məcnun operası Bakıda milyonçu Hacı Zeynəddin Tağıyevin teatrını tamaşaya qoyuldu. Bununla da Azərbaycanda və bütün şərq opera sənətinin bünövrəsi qoyuldu. O gündən bu günə dək 100 ildən artıqdır ki, bu opera səhnələrdədir. Operanın ilk tamaşasının dirijoru tanınmış dramaturq və yazıcı Əbdülrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski, Məcnun rolunun ifaçısı aktyor Hüseynqulu Saravskidir. Leyli rolunu oynayan gənc çayçı oğlan Əbdülrəhim Tərəcovdur. Şeyx Sənan 1909, Rüstəm və Zöhrab 1910, Şah Abbas və Xurşid Banu 1912, Əsli və Kərəm 1912, Harun və Leyla 1915. Bu operadan sonra bəstəkar Müslüm Maqamayev özünün Şah İsmail operasını Üzeyir Hacıbəylinin ənənəsini davam etdirərək muğamlardan istifadə etmişdi. Zülfikar Hacıbəyev, Aşıq Qərib, Cahangir Cahangirov xanəndənin taleyi, Şəhrinigar Axundova isə Gəlin Qayası operasını yazmışdı. Şəhrinigar Axundovanın Gəlin Qayası operasını gəlin Gülbaharın mahnısını dinləyək. Mahnı 8-də 6 ölçüdədir. Xanət daxilində, fa major kanallığındadır və si bemol işarəsi ilə başlamışdır. Növbəti mövzu isə bizim musiqi fəaliyyətimizdir ki, musiqi fəaliyyətindən Vətənimsən mahnısı ilə tanış olaq. Mahnının musiqisi Ramiz Mirişlinin, sözləri isə Fikrət Qocanındır. Dağ günləri min rəng çalır xalı kimi, bənövşələr gözəllərin xalı kimi, nəğmələr də dodaqların balı kimi, şirinləri dodaqlarda səhər axşam. Ana torpaq, ana deyərsən mənimsən, ömrüm, günüm, ruhum, canım, vətənimsən. Vətənimsən mahnısı vətənimin gözəlliyindən tərənnüm edən bir musiqidir. Buyurun, dinləyək. Ana torpaq, ana deyərsən mənimsən, ömrüm, günüm, ruhum, canım, vətənimsən. Bununla da 6-cı sinifin muğamlar və Milli Azərbaycan operası haqqında mövzumuz bitdi. Diqqətiniz üçün çox sağ olun.